الله الرحمن الرحیم. الحمد لله رب العالمین و الصلاة و السلام علی سیدنا و نبینا حبیبنا و حبیب قلوبنا و طبیب نفوسنا ابی القاسم محمد علی محمد و آل محمد صلی الله علیه و علی اهل بیته الطیبین الطاهرین المعصومین المکرمین سیما بقیت الله فی الارضین ارواحنا له الفدا. اعوذ بالله من الشیطان الرجیم. رب اشرح لی صدری و یسر لی امری واحلل عقدة من لسانی یفقه قولی. اللهم انطقنی بالهدى و الهمنی التقوی. اگر Ramazan ayın mübarək Ramazan ayından orucu qəza olubdu. Ramazan ayı çıxandan sonra onun qəzasını tutubdu. Əvvələn bir adamın orucu qəza orucu olsa, elə çox yaxşıdır ki, yubatmasın. Elə bayram soğuldu, başlasın qəza oruçlarını tutsun. Bir adam ki, Ramazan orucunun qəzasını tutur, eləyə bilər günortadan qabaq orucun pozsun, desin sonra tutaram. Günortadan qabaq poza bilər. Ama günorta oldu da günorta ezanı değildi, pozamaz. Günorta ezanı varid oldu, günorta namazının vakti varid oldu da qəza orucu pozmaq haramdır. Pozmaq haramdır. Və ki nədə? Və pozsa kəffarəsi var. Onun kəffarəsi də budur ki, 10 fəqirə gərək taam verə, eləyən məsələ 3 gün dubara oruç tuta. Kəffarəsi ya 10 gün 10 fəqirə taam verəcək, qəza verəcək, onu tavanında olmasa, qudrətində olmasa 3 gün oruç tutacaq. Və əgər mənim 5 gün orucum var, qəza orucum var, gələn Ramazana da elə axınlaşmış o Şabanın da 24-ü, 25-i, 24-ü, 25-idir. Elə 5 gün qalır Ramazan ayına, 5 gündə mənim qəza orucum var. Onda nahardan qabaq da poza bilmərəm, haqqım yoxdur. Haqqım yoxdur poza. Çünki pozsam qalacaq o birisilər. Bir adamın ki, məsələn, bu ildən qəza orucu oldu, gərək gələn oruçluğa kimin tuta. Əgər, bu da ayrı məsələdir deyirəm. Əgər susluq elədi, tutmadı, o bir oruçluğa gəldi, yine ondan sonra gərək elə qabaqçı qəzalarını tuta, ondan əlavə bir kəffarə də verər, be xatiri yubatmağı. Hər bir gün oruca ki yubaldıb, il üstündən geçib, həm qəzasını tutacaq, həm də 750 girəm qəza verəcək fəqirə. Bu da bir məsələ idi. Bir adam əgər xəstə ola, xəstəliğə görə oruç tutanmaya. Allah inşallah hamı əhli imana, hamı möminlərə səlamət ver, sağlıq versin. Həm ruhlarına, ruhlarımıza, qəlblərimizə və həm canlarımıza, bədənlərimizə sağlıq versin, səlamətlik versin inşallah.
İndi bir adam xəstə idi, xəstəliyinə görə bilir ki, oruç zərər eləyəcək, tutmur. Oruç tutanmır. Oruçluq çıxandan sonra əgər xəstəliyi yaxşı oldu, səlamətliğin tapdı, düzəldi, oruçların qəza elər. Amma gələn oruçluğa kimin əgər səlamətliğin tapanmadı, da qəza buna lazım deyil. Yəni o indi biri bu il xəstə olubdu, oruçluğu oruç tutanmayıbdı. Hər xəstəliğindən də oruç tərk olmasa, həkimin də demağı yox. Bəli, həkimin demağından əgər mənim özümə mütməinnəm, bilirəm həkim dindar həkimdir və bilən həkimdir. Həm biləndir, həm dindardır. Onun demağından mənim özümə itminan gəlir. Elmi gəlir ki, oruç mənə zərəri var. Ya bücür, ya qabaqlar da elə mən bu xəstəliyim olanda, oruç tutanda zərər eləm. Artıq zərər eləyir. Xəstəliyimin davamı çox olub, bevaxt düzəlmişəm, ya xəstəliyim dərinləşib, görürəm zərəri var da, onda tutmayacağım. Bu xəstəlik elə ki qurtuldu, oruçluqdan sonra ya oruçluqda qurtuldu, bəqiyə günlər tutaram. Oruçluqda ki çıxdı, o günlər ki oruçluqdan tutmamışdım, qəza elərəm. Vəli əgər Allah eləməmiş bu xəstəliyin davamı oldu gələn oruçluğa kimi. Əslən mən da səhət tapmadı, səlamətliğin tapmadı, onda qəza lazım deyir. Salavat söyləyin. Allahümmə salli ala Muhammed və ali Muhammed və accel fərəcəhum. Bu ayə-i şərifə ki xidmətçi oxuyuram, Ənkəbut surəsindən 64-cü ayədir. Buyurur: Və ma hadihil həyatud dünya illə ləhvun və ləib və innəd darəl axirətə ləhiyəl həyəvan لو كانوا يعلمون. Buyurur bu dünya yaşayığı, bu aləmin həyatı ləhvidir. Yəni baş qatmaqdır. Ləibdir. Ləib oynamağa deyər. Oyuncaqdır. Baş qatmaqdır. Ləibdir. Və innəd darəl axirətə ləhiyəl həyəvan. Axirət həyatı, o aləmin həyatı həqiqi həyatdır. Həqiqi həyatdır, davamlı həyatdır, qurtulmayan həyat və həqiqi həyat o aləmin həyatıdır. Bu aləmin həyatı həqiqi həyat deyir. لو كانوا يعلمون. əgər bilələr vaqi'i və həqiqi həyat o birisi aləm, axirət aləminin həyatıdır. Bu bir ayədir nisbət axirət aləminin həyatına nisbət ki davamlıdır, həqiqi həyat odur. Amma bu aləmin həyatı qurtulandır. Həqiqi həyat bu aləmin, Quran özü deyir də, Quranın ayəsidir. Bu aləmin həyatı həqiqi həyat deyir. Həqiqi həyat deyir. Əmir əl-Möminindəndir, buyurur ki, İnnəhu leysə şeyun bi şərrin minəş-şər illə iqabuh. Bir şey şərridən şərri deyir, məgər onun cəzası. Onun cəzası.
biri pis iş görübdür. Bu pis işdən pis o işin iqabıdır, mücazatıdır. Və leysə şey'un bi xeyrin minəl xeyr illa savabuh. Və bir şey xeyridən xeyr deyil, məgər o xeyr işin savabı. Və kullu şey'in minəd dünya semauhu a'zamu min ayanih. Buyurur ki, Nəhcü Bəlağədir bu. Hər zat bu aləmdən onun eşitməyi, qulağa dəyməyi, onun müşahədəsindən, görməyindən əzəmdir, böyükdür. Hər zadın bu dünyadan, bu aləmdən, hər zadın eşitməyi onu görməkdən əzəmdir. Amma ahirətdən, hər şey ahirətdən onun əyani, onun şuhudi, onu görmək, eşitməyindən əzəmdir. İndi məsələn, bu aləmin məsələn ləzzətlərin, göz ləzzətin, məsələn qəzasının ləzzəti. Deyir, bunun demağı, eşitməyi o qəzanın ləzzətindən yuxarıdır. Demağı, eşitməyi o qəzanın ləzzətindən yuxarıdır. Göz ləzzəti bir məsələn yaxçı mənzərədir, bir yaxçı yerdir. Deyir, onun da diyintisi, eşitməyi onun özündən mühümmidir. Məsələn, deyirlər filan yer belə gözəl yerdir, mənzərəlidir. Gedir, görür, yox, elə bir şey də yoxdur ha. Eşitməyi əzəmidir, onun tərifi əzəmidir. Deyirlər, məsələn, filan qəza, filan yemək çox yeməlidir, dadlıdır. Deyir, qoy bir imtihan eləyim görüm. Gedir o yeməkdən bir əyalına deyir, pişirir ya alır yiyir. Deyir, özür ki deyirlər, o xəbərlər yoxdur. Eşitməyi əzəmdir. Dünya ləzzətləri bütün bücürdür. Tərifləri çoxdur, amma həqiqətləri elə yoxdur. Həqiqətləri elə yoxdur, amma tarifləri yuxarıdır. Amma axirət. Deyir, o zatlar ki, axirətə mərbutdir, axirətin eşitməyi, deyin görüm, bu nəcür dedim sizə mən? Dünyadan, hər zat bu dünyadan hər zat bu dünyadan eşitməyi onu görməkdən əzəmdir, mühümmütərdir, əhəmmiyyətlərdir. Yəni deyirlər filan məsələn meyvə belə yaxşıdır ki. Amma adam yeyir, yox baba, özü ki tərifləyir, özü də deyir. Axirət bunun bərəksidir. Həm əzabında, həm də savabında. Behiştin nemətlərdə. Biz behiştin nemətləri nə qəd deyək, o həqiqətin deyənmərik. Cəhənnəm əzabının nə qəd o pisliğindən, şiddətindən deyək, o cəhənnəm otu biz nə qəd deyək, özü bundan yuxarı tərdir, qeymtərdir, əzəmdir. Deyərlər cəhənnəm. Niyə? Çünki bu aləmin kəlmələri, cümlələri, bu aləmin dili qıssadır ki, axirət aləmin, behiştin, nemətlərinin əzəmətindəsin. Ya cəhənnəmin, otunun və əzabının əzəmətindəsin. Və liza axirət aləminin həm nemətləri özün gör. Məsələn, deyirlər, axirətdə məsələn, bağ belədir, behişlər belədir, hurisi belədir, şərabları belədir. Elə ki, gəlir, inşallah axirətdə verirlər. Deyir, baba, o dediklər hara, bu hara. Bu özü çox əcib bir şeydir. Cəhənnəmin otu da bütürdü ha.
deyəcəklər cəhənnəm, əuzu billah, Allah eləməmiş, deyəcək baba özü ki cəhənnəm oturdular, bunun neçə bərabərdir eşitdiyimizdən. İndi mən pəs vəliza gərək əhəmiyyət verək, ahirətin əzabı əzabdır ha, ahirətin neməti nemətdir, əzabı da əzabdır. Əmirəl-möminin buyurur ki, bir fərdin zuhdul mər'i fîmâ yefnâ alə qədri yəqinihi bemâ yebqâ. Buyurur ki, Əmirəl-möminindəndir. Bir fərdin o fani olan nemətlər, dünyanın nemətləri fani olandır da. Dünyanın nemətləri qurtulandır. O ki qurtulan deyir, ahirət nemətləridir. Dünyanın problemləri də qurtulandı, fanidir. O ki qurtulmayandı, ahirət əzabı, ahirət çətinlikləri, ahirət problemləridir, cəhənnəm problemləridir. Bu dünyadan noxoş da olsa, ya dərman olacaq, ya sabah dünyasını dəyişdi, noxoşluqda qurtulacaq da. Damından yuxarı deyir ki, amma cəhənnəm otu qurtulan deyir ha. Cəhənnəm əzabı qurtulan deyir ha. Bu aləmin nemətləri də cavanlıqdır. Maldır, sirvətdir, cavanlıqdır. Hamısı qurtulacaq. Adamın biraz sinni yuxarıya getdi. Dünyanın heç görürsən ali biriminci qəzələr də biləsinə dad vermir də. Heç ağzının dadını bilmir. Nemətlər, dünya nemətləri qurtulub gedəcək. Əmirəl-möminin bu hədisdə buyurur, insanın birəhvətliği o nemətlərdir ki, fanidir, qurtulandır, yəqini candır o qalan nemətlərə. Qalan nemətlərə insanın nə qədər yəqini olsa, yəni insanın yəqini baqi qalan umura, insanın yəqini baqi qalan umura, yəni baqi qalan o ahirət nemətinə bizim yəqinimiz olsa, da bu aləmin nemətlərinə çox göz tikmərik. Çünki bu fanidir, qurtulandır. İnsan, bu hədisdəki Əmirəl-möminin buyururlar, zuhdul mər'i fîmâ yefnâ, bir kişinin, bir insanın bir rəğbətliği o fani olan nemətlərdə bir miqdar yəqinidir o qalan nemətlərdə. Yəni əgər insan əgər yəqini olsa, baqi nemətlərə də o qurtulan nemətlərə də göz tikməz, ürək bağlamaz, rəğbəti az olar. Bu dünyanın nemətlərinə rəğbəti az olar ki, nə vaxt? O zaman ki, o uxravi nemətlərə yəqin olar. Biz niyə bu dünyanın nemətlərinə bura göz tikmişik? Ürək bağlamışıq. Çünki o baqi qalan nemətlərə öcür yəqinimiz ki, olacaq yoxdur. Çünki o baqi qalan ahirət nemətlərinə, behişdə, Allahın rizayətinə, onlara çünki elə yəqinimiz yoxdur, ürək bağlamışıq bu aləmin nemətlərinə. Əgər o aləmin nemətlərinə yəqinimiz olsa, da bu aləmin nemətlərinə ürək bağlamarıq, ürəyimiz bağlarıq olan. Bu hədis əcib hədisdir. Deyir, müminin zöhdü bir rəğbətliği bu fani nemətlərdə bir qədri yəqinidir baqi nemətləri. O aləmin nemətlərinə, behişt nemətinə, Allahın vədələrinə bizim nə əndazə yəqinimiz artıq olsa, işte bu dünyanın azına, çoğuna, yağlısına, ravanına çox əhəmiyyət vermək, qurtulub gedəcəkdir. Bazı Əmirəl-möminindən də buyurur, mömin rəğbət elər o zatda ki qalandı və bir rəğbət olar o zatda ki qurtulub gedəndi, fani olandı. Bəidun kəsəluh, mömin susluq eləməz, mömin kəsalət eləməz. İbadətində, bəndəliyində, Ramazan çıxır, Ramazan ayı mübarək, Ramazan ayı çıxır. Xoşa onların halına ki, yaxçı faydalandılar, yaxçı istifadə elədilər, susluq eləmədilər və daimun neşatı. Müminin
nişatı, o ibadətlərin dalısından getməyi, hövsələli olmağı nisbət ibadətə, onun nişatı həmişəlikdir. Qabaqcan ərz elədik, vaxtı ki Ramazan ayının axir 10 günü olardı, Peyğəmbər İslam dəstur verərdi, mənim yatağımı yığın. Bütün məşğul olardı ibadətə, ki o keçən günləri cübran eləsin. Keçən günləri cübran eləsin. Bir dənə də hədis Həzrət Musa ibn Cəfərdən oxuyayım. Bu hədis də bəzi hədislər çox oxuyuram, az qulağa dəyənlərdəndirlər. Əlbəttə özümüzün sözümüz deyil. İmamlarımızın sözüdür, Peyğəmbərimizin sözüdür, Qur'an ayəsidir. Bir hədis Həzrət Musa ibn Cəfərdən ərz edirəm məhzərlərinizə. Həzrət Musa ibn Cəfər ində qəbrin həzərəhu. Həzrət bir dənə gördü bir yerdə, bir yolu düşdü bir yerə, gördü bir nəfər dünyasını dəyişib, bunu bastırırlar. Bunu dəfn edirlər. Bunu dəfn edirlər. Həzrət orada bir cümlə buyurdu. Buyurdu ki, İnnə şeyən hazə axiruhu ləhəqiqun ən yuzhədə fi əvvəli. O dünyayı ki axiri bu qəbridir. Bu qaranlıq qəbridir. O dünyayı ki axiri bu ölümdür, elə səzavardır ki adam bunu əvvəlindən bir rəğbət ola. Əvvəlindən ürəyim bağlamaya bu aləmin həyatına və bu aləmin nemətlərinə. Dünyayı ki axiri buradır, səzavardır insan, rəğbətsiz ona əvvəldən də ürək bağlamaya. Və iş sonra da deyir, və innə şeyən haza əvvəluh. Və axirəti ki əvvəl mənzili hələ bu qəbridir. Asan mənzili bu qəbridir. Və innə şeyən haza əvvəluhu. Axirəti ki əvvəl mənzili hələ bu qəbridir. Ləhəqiqun ən yuxafə axiru. Səzaverdir ki adam bunun axirindən çox qorxa. Bu əndazə əraizimiz kifayət elər. Allah'tan istirik bizə ölümə amadəlik versin hamımıza inşallah. Ölümlərimizi bizə mübarək eləsin. Bizim ölümlərimizi rahatlığımızın əvvəli qərar versin. Pərverdigara şəhədamıza, uləmamıza, məraci təqlidə, boynumuzda haqq olanlara, ata-analarımıza, İmameyn şəhəda, Həzrət Ağa və İmam Xümeyni və dünənin şəhidləri ki İranda şəhadətə çatıblar, Xudaya bunların hamısı qardaşımız İmam Əli. İndi bir nəfər qapıdan girdi, dedim məsələ İmam Əlidir. Qardaşımız İmam Əli, Xudaya bunların hamısın Əmirəl-Mömininin süfrəsinin başında hazır və nazir elə. Xudaya bizim aqibətimizi xətmi xeyr elə. Özümüzü, nəslimizi salihlərdən qərar ver. Ovladlarımızı Əli şiəsi qərar ver. İmam-ı Zaman əleyhissalamın zuhurun yaxın elə. Bu Ramazan ayın bizə axir Ramazan ayı qərar vermə. Xudaya Ramazan ayı çıxmamış bizim hamımızı və hamı əhl-i imanı bağışla. Pərverdigara bizim imanlarımızı qeym elə. Ahirətimizi abad elə. Pərverdigara barilaha xəstələrimizə afiyət və səlamətlik ver. Və sallallahu ala Muhammedin və alihi və bil-Fatihə.